Tbilisi şəhəri Zooloji Parkı Tbilisdə yeganə mədəniyyət idarəsidir ki, burada müxtəlif növ heyvanları görməklə yanaşı, əhaliyə istirahət etmə imkanı yaradılmışdır. Rəsmi məlumatlara əsasən 10 fevral 1927-ci ildə əsası qoyulmuşdur. Heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəsini yerinə yetirir. Tbilisi Heyvanat Parkında heyvanları müşahidə etməkdən əlavə müxtəlif əyləncə formaları da vardır ki, bunların sayəsində parkda istirahət etmək daha da maraqlı olur. Gəzintiyə gəlmiş insanlara şəkil çəkdirmək, çay və ya qəhvə qəbul etmək üçün də şərait yaradılmışdır.